bir ailə dağılırsa, misal üçün ata nə qədər pis olursa olsun, demirəm bizim övladlarımızın ataları pisdir. Heç vaxt da demərəm də, deməmişəm də. Amma nə qədər uzaq olurlarsa da olsunlar bir-birlərindən. Misal üçün mənim qızım artıq 10 ili keçdi ki, atasını görmür. Amma hər 2 gündən bir də mən özüm onun telefonuna yığıram, deyirəm ki, atadır, ata ilə danışmalısan. Çünki qız övladı ata üçün başqadır. Və atalar da qızlar üçün başqadır, özümdən bilirəm. Məcbur eləyirəm ki, sən danışmalısan. Zəng vurur, açmalısan. Ən azından arada özünü ona göstərməlisən. Çünki bəzi problemlər var, o gəlib çıxa bilmir bura. Yəni ataları pisləməyək. Ona görə mən Leyla'ya deyirəm ki, nə ata sevgisi, nə ana sevgisi, biz onların heç birini övladımızdan əslində əsirgəməməliyik. Düzdür, bugün həm ata rolunu eləyirik, həm ana rolundayıq. Amma nə olur olsun, o onun atasıdır. Heç vaxt ataları pisləmək olmaz. Eləcə də bu kişilərə də aiddir. Yəni uşağın nə anası, nə atası, o ikisi də onun üçün müqəddəsdir. İkisi də müqəddəsdir. Nə olur olsun, ataları pisləməyək. Valideynlər aralı olsunlar, ayrılmış olsunlar. Qız uşaqları, yəni 2 qat ata sevgisini istəyirlər. Heç görməsələ, arada söhbət düşəndə, misal üçün görürəm ki, gözləri dolur, gizlənir. Amma heç vaxt da dilə gətirə bilmir. Ona görə övladlarınızın da yanında olun. Kaş ki ailələr dağılmayan.